Gənclər, Təbrizdəyəm və sizə bazar qiymətlərini göstərəcəm. Əmican, pomidorun kilosu neçədir? 45, Bəs xiyarların? 35, 50, 60. Bananlar neçədir? 165, 115, 100. Qardaş, kartoşkanın kilosu neçədir? Kardeşler kilo 32. 32 min. Badımcan neçədir? Badımdan bunlar 35 bin. Almanın kilo oldu 5 güme. Göyərtilərin qiymətini deyə bilərsin? 25 bin kilo. Kilosu 25 min. Örtülü bazara gedirdim, istədim buranı da göstərəm sizə. Belə bir tıxacdır. Dağlara fikir verin, qırmızı rəngdədir bir də. İndi isə bağlı bazara gəlmişəm, yəni üstü örtülü bazara. Gördüyünüz kimi belə insanlar çoxdur, eyni şəkildə belə də çoxdur. Buradan da gedə bilərsiniz, soldan da gedə bilərsiniz. Uşaqlar, qızılın qramı məsələn neçədir? Qardaş, qızılın qramı neçədir? 13 milyon 850. 13 milyon 850-də hardasa 80-90 dollar kimi bir şey eləyir. Müzəffəriyyə deyilən bir yerə gəlmişəm. Burada satılan xalçaların hamısı əl toxuması ilandır. Gördüyünüz xalçaların əsasən qiyməti 800-900 dollar arasında dəyişilir. 500 dollarda xalçalar var. Məsələn, burada gördüyünüz xalçaların bir çoxu 400, 500, 600 dollaradır. Orada divarda gördükləriniz isə qiyməti 700-800 dollar arasında fərqlilik göstərir.